Prezident Administrasiyasının sabiq rəhbəri hazırda barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmış Ramiz Mehdiyevin Ramanı qəsəbəsindəki bağı əlindən alınıb. Bir xəbər media xəbər verir ki, bu barədə Tribuna Aza özəl mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, ümumi sahəsi 32 hektar olan bağ uzun illərdir Mehdiyev oğlu və həyat yoldaşı tərəfindən kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülüb. Həmin bağa görə Mehdiyev ailə üzvlərinin uzun illər büdcədən subsidiya alması da təsdiq olunmuş məlumatlardandır. Qeyd olunur ki, söz gedən bağda bir neçə villa Mehdiyev və həyat yoldaşı Galina Mehdiyeva tərəfindən salınmış eksotik gül, zeytun və badam bağları, habelə inək və keçi fermaları var. Bildirilir ki, bələdiyyə ilə bağlanmış 99 illik icarə müqaviləsinə bu həftənin əvvəlində xitam verilib. Yayılan xəbərlərə görə əkin sahəsinin bir hissəsində badam bağı salınacaq və yaxınlıqdakı badam bağlarına birləşdiriləcək. Digər hissəsində isə Ramanı sakinləri üçün park salınacaq. Xatırladaq ki, Ramanda yerləşən bu bağ Mehdiyev vəzifədən azad olunandan sonra tərəfdarları ilə gizlin görüşmək üçün əsas yerlərdən biri kimi təqdim edilirdi. Mediada yayılan xəbərlərdə bildirilirdi ki, sabiq aparat rəhbəri əksər planlarını oradakı villasında qurub və tərəfdaşları ilə bölüşüb.